Atdığınız addımları və bunun kimi digər sağlamlıq məlumatlarını telefonunuzdan öyrənmək istəyirsinizsə, ilk öncə Google Play Store-a daxil olub Google Fit adlı bu proqramı yükləməlisiniz. Gördüyünüz kimi mən də yüklədim. Elə sürətli şəkildə aç deyək və bu proqramı necə istifadə etmək olar, onları göstərim sizə. Gördüyünüz kimi siz proqrama Google hesabınız ilə daxil olursunuz. Mən də sağ üstdən gördüyünüz kimi hesabımla daxil olmuşam. Burada bizi müəyyən göstəricilər qarşılayır. Bir-bir sırayla hamısını göstərəcəm. İlkin olaraq gördüyünüz yaşıl rəng ürək olan kardio puanı deyir, yəni kardio xalı deyir. Bu sizin gündəlik yığdığınız xallar deməkdir. Yəni atdığınız addıma görə, etdiyiniz hərəkətlərə, idmanlara görə proqram sizə burada kardio xalı verir. Bu da əsasən standartlarla bəlli olur. Bunu özünüz internetdən araşdıra bilərsiniz, amma bizə əsas burada lazım olan bu deyil. Qısaca onu qeyd edim ki, gündəlik etdiyiniz hərəkətlərə, addımlara əsasən bu xal sizə verilir. O xal nə qədər çox olsa, o qədər keyfiyyətlidir deməkdir. Və onun yanında olan addım işarəsi, yəni addım yazılan isə elə bizim gündəlik atdığımız addımları göstərir. Əslində bu addım funksiyası bütün telefonlarda özəllik olaraq telefonun daxilində var. Misal üçün baxın, Xiaomi telefonun özündə burada bu hissədə addım sayan proqram var, amma bunlar o qədər də dəqiq işləyib işləmədiyi məlum deyil. Ona görə də mən sizə Google-un təhlükəsiz və ən keyfiyyətli, dəqiq işləyən proqramını, yəni Fit proqramını tövsiyə etdim ki, bütün telefonlarda dəqiq işləyir. Ona görə də bu proqramı yükləməyinizi tövsiyə edirəm. Addım isə elə burada qeyd olunur. Baxın, misal üçün mən bu proqramı indi bu dəqiqə yüklədim. Normalda Xiaomi telefonlarda olan proqramı istifadə edirdim. Elə yüklədiyim anda da biraz addım yoxladım. 10 arası, 18 arası addım atdım, 11 göstərdi. Yəni mənim fikrimcə tamamilə düzgün göstərir. İlla siz tam dəqiq istəyirsə, elə Fit proqramı sizin işinizə yarayır burada. Və onun aşağısında isə kalori, yəni kal yazısı ilə göstərilir. Yanında isə kilometraj yazılır. Yəni atdığınız addıma görə kilometr nə qədərdirsə, nə qədər çox addım atırsa, kilometrə hesablayır və onu göstərir. Və hərəkət dəqiqəsi yazılır. Neçə dəqiqə hərəkət etmisiniz, ona əsasən də bunu göstərir. Və aşağıda isə gördüyünüz kimi gündəlik hədəfləriniz yazılır. Gündəlik hədəfləriniz nədirsə buradan baxa bilərsiniz. Rahat bir şəkildə idarə edə bilərsiniz. Xalı da, addımı da orada ətraflı göstərir və haftalıq hədəfləriniz yazılır. Bu da həftəlik olduğu kimi göstərir. Burada bizə lazım olan əsas funksiyalardan biri, baxın, fit bildirimləri alın deyir. Əsasən idmanla falan məşğulsunuzsa, bu bildirişlərin sizə xeyri ola bilər. Sizə burada motivasiya verici bildirişlər falan göndərəcək və yaxud da nə qədər addım atmısınızsa, günün sonunda ona uyğunsa bildiriş göndərəcəkdir. Yəni bu da işinizə yaraya biləcəkdir və proqrama biz ilk daxil olduğumuzda bizdən kilomuzu, yaşımızı və yaxud da bunun kimi digər göstəricilər soruşur. Mən burada kilomu qeyd etmişəm. Burada da dəyişikliklər olduğunda özü burada təxmini olaraq göstərəcəkdir. Yəni bu da sizin işinizə yaraya bilər mənim fikrimcə. Burada altda o qədər də vacib ayarlar yoxdur. Sadəcə burada mənim diqqətimi çəkən bir ayar oldu ki, yürüyüş üçün tempo təyin edin deyir. Baxın, bu funksiyanı deyirəm mən. Bu funksiyada yaxşıdır. Yəni siz yeridiyiniz yeriyişə görə tempo təyin edə bilərsiniz. Misal üçün tez-tez yeriyirsiniz və yaxud da yavaş yeriyirsə, bunu proqrama öyrədə bilərsiniz. Siz misal üçün buradan tempoyu başlat deyərək bunu başladın və müəyyən qədər addım atın, proqram bunu düzgün təyin etsin. Siz də səsə uyğun olaraq addım hərəkətlərinizi təyin edin və bu daha dəqiq işləyəcəkdir. Bu zaman misal üçün buradan tempolu yürüyüş başlat düyməsinə klik edib addım atıb addıma uyğun səsi təyin eləsəm, orada dəqiqləşəcək mənim addım atdığım. Yəni burada üstdə göstərilən addım sayı tempoya uyğun olduğuna görə tam dəqiq işləyəcəkdir. Mənim fikrimcə bu da sizin işinizə yaraya bilər. Yəni dəqiq işləməsini istəyirsə, az öncəki o funksiyanı istifadə edə bilərsiniz. Əlavə olaraq da onu qeyd edim ki, bu proqram internet ilə işləyir. İnternetlə nəyi nəzərdə tuturam? Misal üçün siz telefonu cibinizə qoyub evinizdən çıxıb başqa bir yerə getmisiniz. Getdiyiniz yerdə də internet yoxdur, amma məyərsə siz bir qədər yerimisiz. Yəni misal üçün deyək 8000, 9000 addım atmısınız. Evinizə yenidən gəlib internetə qoşulduğunuzda addım nə qədərdirsə, proqram onu interfeysə ötürüb və düzgün şəkildə burada göstərəcəkdir. Yəni narahat olmayın, internetə bağlı qalmasına ehtiyac yoxdur. Siz kənarda addımınızı falan atın, internetə qoşulduğunda avtomatik özü təyin edib burada göstərəcəkdir. Yəni narahat olmayın, proqram tam dəqiq şəkildə işləyir. Qısaca onu qeyd edim ki, telefonu mütləq cibinizdə gəzdirməlisiniz və yaxud da əlinizdə olmalıdır ki, addımları düzgün işlətsin. Addımları düzgün hesablasın. Əgər telefonu istifadə etmədən bir yerə sabit şəkildə saxlasaz, o sizin hərəkətlərinizi təyin edə bilməz. Bunu da əlavə edim ki, bəzilərinin anlayışı yoxdur. Bu formada suallar yazırlar, ona görə belə qeyd etdim. Mənim fikrimcə bu proqram az öncə qeyd etdiyim kimi sizin işinizə yaraya bilər. Bundan əlavə başqa proqramlar da var. İstəsəz onları da göstərə bilərəm. Baxsaz əgər proqramın içində hər cürə funksiyalar var. Mənim fikrimcə siz əgər idmanla falan məşğul olursunuzsa, bu proqram sizin işinizə yarayacaqdır. Və kanalımızda bunun kimi faydalı, maraqlı, sizin işinizə yarayacaq videolarımız var. Çalışdığımız qədər maraqlı, diqqət çəkici videolar paylaşırıq ki, sizin də işinizə yarasın. Mənə
Mənə dəstək olmaq istəyirsinizsə, aşağıdan kanalımıza abunə olub, videomuza like atıb, bir də bildiriş zəngini aktiv edə bilərsiniz. Gələcək videolarımızda görüşərik. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.